Qiyamət günü olsun, görəcəksiniz ki, bəziləri bizdən çox qabaqdadır. Soruşacaq, ay balam, bunlar niyə xanım Zəhraya bu qədər yaxındır? Cavab verəcəklər ki, bunlar xanımdan çox istədilər ki, çox nəzər eləsin. Və salam, səndən fərqi bu idi. Onda deyəcəksən ki, vay olsun mənim halıma, əlimizi başımıza vuracaq ki, kəş mən də istəyərdim. Adam istəməz xanım Zəhranın ən əziz övladı olsun, elə bir ananın. Niyə istəmədik bəs? Mədinəlilər çox namərd cəmaat idi. Ana çağırırdı, cavab vermirlər. Çox çətin idimi xanım Zəhraya cavab vermək? Kimdən mal istəyirdilər, can istəyirdilər. Valla xanım Zəhraya dəstək üçün cana ehtiyac yox idi. Heç kəsin canını alan yox idi ümumiyyətlə. Bir nədə demək lazımdır ki, bu xanıma zülm eləməyin. Bu sözü demədilər, əsirgədilər. Bu ailəyə kömək eləmək belə çətindir. Əleyhissalama baxırsan, desə mən bu ağaya necə yardım eləyim? Amma kömək eləmədilər. Əslində bu ailə istəyirdi cəmaata kömək eləsin, onları çağırmaqla. Analar neyinir? Analar xoşlayır ki, çətin işləri balaları üçün asan eləsinlər. Ev tapşırığı veriblər uşağa, ana gəlir, kömək eləyir, uşaq dərsini eləyir. Haradasa deyir ki, mən elədim, ana gizlədir, kömək eləməyin. Deyir, oğlum elədi, düzdür? Oğlu təki 5 qiymət alsın, düzdür? Çox dəqiq sözlər danışıram, vallahi yəni. Çağırıb bizə kömək eləsin ki, yaxşı qiymət alaq. Bunun üçündür bu işlər. Sevgisindən bizə kömək eləyir. Fəryad eləyir ki, görür ki, cəmaat uçuruma gedir, fəryad eləyir. Xanım Zəhra, mən o gün bir böyük alimdən də eşitdim ki, hamımızın anasıdır. Hamımızın, təkcə seyidlərin yox. Biyoloji olaraq olmasa da, deyim, mənəvi baxımdan istənilən onları sevənin qəbrinin üstündə deyə bilərsən ki, Əssəlamu aleykə yəbnə Rasulillah deyə bilərsən. Bunu alim deyir. Amma biyoloji yox, mənəvi bağlılıq, mənəvi anadır. Həqiqi anadır. Öz analarımız qiyamətdə bizdən qaçanda o bizə tərəf gələcək. O bizə tərəf gələcək.